Rızaya gəldi bir nəfər dedi ki, ağacan məni dua eləyəndə yadımdan çıxartma. İmam dedi ki, axı mən səni yaddan çıxartmıram dualarımda. Dedi, ağa üzr istəyirəm, bağışlayın sözümə görə. Dedi, yox, üzr istəyədin, niyə üzr istəyirsən, nə başa düşdün? Görüm hələ nə başa düşdün. Heç nə də siz dostlarınızı dua eləyirsiniz, məni də yəqin ki, dostluğunuz hesab edirsiniz, məni də dua eləyirsiniz. Burada xeyr, sən bir şey istəyirsən ki, mən sənin üçün dua eləyim, təvəssül eləyirsən mənə. Ürəyindən keçəndə ki, kaş İmam Rıza mənim üçün dua eləyərdi, mən artıq səni dua eləyirəm. Və belə tək-tək bütün dostlarımızı. Biz buna inanmamışıq, biz buna iman gətirməmişik. Bəziləri də imamları tanımır, deyir, bu imam neçə nəfərə çatdırır. Elə bilir, imam falan əsrdə yaşayan bir dənə adamdır, Peyğəmbər. Deyir, bu qədər milyonlarla adam. Axı, imam deyirsən, imam bir insan deyil, varlıq aləminin bir həqiqətidir. Onun ruhu əhatə edir varlıq aləmini. Ona müraciət olunur, o eşidir. O bir dənə insan deyil ki, deyirsən, bir insan neçə adam eşidə bilər. Bunlar Allahın xəlifəsidir yer üzündə. Allah o qüdrəti onlara verir.